Siz neçə vaxtdır Çindəsiz, Çin Respublikasında beynəlxalq tədbirə qoşulmusunuz və çox sevindirici bir haldır ki, siz orada ola-ola sizin Amerikada bir kitabınız çap olundu, səhv eləmirəmsə. Biz artıq öyrənmişik bunu. Gah Rusiyada çap olunur kitabınız, gah Avropada, gah Amerikada, gah nə bilim harada o qədər çıxıb ki və bu qürur verici hadisələrdir ki, biz artıq vərdiş eləmişik. Amma bu bir vacib hadisə idi, mənə elə gəlir son kitabınız və getdiyiniz beynəlxalq tədbir, Çində baş tutan beynəlxalq elmi tədbir, o da əhəmiyyətlidir, mən elə hesab edirəm. Bir neçə kəlmə bax, dediyim hadisələr haqqında. Çox təşəkkür edirəm. Mən bu 2016-2017 dərs ilində, akademik ildə Şanxay Universitetində dəvətli professor olaraq çalışdım. Bu həm tədqiqat işlərinə, həm də tədris işlərinə aid idi və deyim ki, Şanxay Şərqi Çin Universiteti nəinki Çinin, eləcə də dünyanın çox tanınan, qəbul edilən və yüksək qiymətləndirilən bir universitetidir. Və orada yalnız Çin alimləri deyil, Birləşmiş Ştatlardan, Britaniyadan, Fransadan, çeşidli Almaniyadan, bir sıra deməli Yaponiyadan alimlər dəvət olunur və onlar müxtəlif istiqamətlər üzrə mühazirələr oxuyurlar. Orada da mənim deməli Sovet İttifaqının cənub sərhədləri boyunca SSR-nin siyasəti, bura Sovet Türk, Sovet İran və Sovet Çin sərhədləri daxil idi. Yəni müharibə, İkinci Dünya müharibəsi və müharibədən sonraki soyuq savaşın ilk illərində cərəyan edən hadisələr, yəni Türkiyənin şərqinə olan Sovet tələbləri, ərazi tələbləri, İranın şimalına olan, yəni Cənubi Azərbaycana olan Sovetlərin ərazi tələbləri və Çinin qərbinə, yəni Şərqi Türkistana olan ərazi tələbləri haqqında bir neçə seriya mühazirələr dedik və eyni zamanda bu istiqamətdə bəzi araşdırmalar, yəni Çin alimləri ilə birlikdə bəzi araşdırmalar apardıq. Və onun nəticələri yəqin ki, çap olunacaq və eyni zamanda qərbdə də çap olunması gözlənilir. Kitab nəşrinə gəldikdə Birləşmiş Ştatların Salt Lake City şəhərində yerləşən Utah Universiteti nəşriyyatı çox tanınmış nəşriyyatdır. Ümumiyyətlə, Birləşmiş Ştatlarda universitet nəşriyyatları, akademik nəşriyyatları hesab olunur və bu nəşr mənim Birləşmiş Ştatlar və Britaniyada 5-ci monoqrafiyam idi, çıxırdı. Bundan əvvəl Londonda məşhur Routledge nəşriyyatında deməli, Azərbaycan Respublikasının xarici siyasəti, qərbə inteqrasiyanın çətin yolu 1918-20-ci illəri əhatə edən bir kitabım çıxmışdı. Yəni, əslində yeni çıxan kitab Azərbaycanın sovetləşməsi, Cənubi Qafqaz, Rusiya, Türkiyə, İran üçbucağında 20-22 xronoloji baxımdan onun davamıdır. Və bu bizim üçün birinci Cümhuriyyətin artıq gələn il 100 illiyi tamam olur və bu 100 illiyin astanasında Cümhuriyyətlə bağlı elmi bir monoqrafiyanın qərb ölkələrində tanınan bir dildə və dünya səviyyəli bir dildə nəşr olunmasına ehtiyac vardı. Çalışmışıq bu ehtiyacı yerinə yetirək. Onun davamı kimi çıxan 20-22-ci illərdə monoqrafiyada isə deməli Azərbaycanın sovetləşməsi ilə bağlı meydana gələn ciddi problemlər, xüsusilə ərazi, inzibati ərazi problemləri, məsələn, Naxçıvanla bağlı olan məsələlər, Zəngəzurla bağlı olan məsələlər, Qarabağın dağlıq hissəsi ilə bağlı olan məsələlər böyük əksəriyyəti ilk dəfə tədqiq olunan
arxiv sənədlərinə dayanaraq deməli orada öz əksini tapıbdır və Zəngəzurun verilməsi ilə bağlı o mexanizm, çünki bütün qərb siyasətçilərin, tarixçilərin bir məsələ maraqlandırır ki, axı necə ola bilər ki, Naxçıvan anklav olsun, yəni bu 20-ci ildə Ermənistan-Türkiyə müharibəsi gedəndə ermənilər ki məğlub oldu, türk qoşunları Gümrüyə gəlib çatanda bunu rəhbər bolşeviklər tez narahat olmağa başladılar ki, 18-ci il təkrar oluna bilər. Yəni, yenə bir Nuru Paşa Bakıya gələ bilər. Türkiyənin Azərbaycana quru yolun bağlamaqdan ötürü bu Zəngəzurun Ermənistana verilməsi ideyası meydana çıxdı və bunun bircə dənə səbəbi var idi. Türklərin Bakıya gedən yolun bağlamaq. Bəli, çox maraqlı demək informasiyalardır. Yenə də deyirəm, bu çox sevindirici hadisədir ki, Azərbaycanın görkəmli alimi, tarixçi alimi, Azərbaycanın dünyada tanınır və sevdilir. Cəmil müəllim, indi gəlin biraz bizim üçün belə deyək də ağrılı olan problemlərə qayıdaq. Siz Azərbaycan Demokratik Qüvvələrin Milli Şurasının rəhbərisiniz. Biz də orada təmsil olunuruq. Uzun müddət olmadınız, düzdür. Mən sosial şəbəkədən və əlaqələrinizdən belə başa düşdüm ki, siz ölkədə baş verən hadisələrin nəbzini tuturdunuz həmişə və münasibət bildirirdiniz. Siz bilirsiniz ki, çox hadisələr oldu. Yəni, bu körpünün altından, bu son ayları nəzərdə tuturam, bu körpünün altından çox sular axdı. Və əksəriyyəti də, belə deyəm, şok effekti verir. Əvvəl həbsxanada Mehman Qələndərli müəmmalı şəkildə həyatını itirdi. Çox qəribədir. Onun demək nəşini görən yeganə adam Muxtar. Yeganə səhvi oldu ki, o çəkə bilmədi, o şəklini çəkə bilmədi. Amma biz burada tədbir keçirdik, əlaqə saxladı ki, bəs özünü intihar adı ilə deyilən və gecə ilə gizlin bastırılan Mehman işgəncələrə məruz qaldı. Onun bədənində işgəncə var idi. Digər hadisələr də oldu. Bilirsiniz ki, Azərbaycan Xalq Cəbhəsinin bizi ilə bir yerdəyik, həmkarıq, Milli Şurada təmsil olunurlar və onun AXCP-nin sədr müavini, hamımızın tanıdığı və sevdiyimiz Gözəl xanım Bayramlı həbs olundu. Ondan sonra, bir neçə gün sonra Muxtarlığını Gürcüstandan uğurlayıb, heç bir belə absurd bir şəraitdə onun Azərbaycana gətirilməsi və digər hadisələr belə Azərbaycan hökuməti ilə Azərbaycan xalqının arasında yaranan antagonizmin işartılarıdır, bəlkə də özüdür. Mən istərdim ki, bu son hadisələrə də münasibət bildirəsiniz. Baş prokuror da siz səhv eləmirəmsə yazmışdınız, müəyyən bir açıqlama verdi, heç verməsə ondan daha yaxşı ilməli gəlir. Nə baş verir ölkədə? Bilirsiniz, əvvəla Azərbaycanda uzun müddətdir repressiya siyasəti yeridilir və bu repressiya siyasəti artıq İlham Əliyevin idarəçiliyinin ayrılmaz atributuna çevrilir. Yer gəlmişəm, mən hələ parlament üzvü olanda 2008-ci ildə mən parlamentdəki çıxışlarımın birində demişəm və bəlkə də o devir üçün o tez idi. Amma onun simptomları həmin devirdə görsənirdi ki, biz Şimali Koreyaya doğru gedirik. İşartılar var idi. Bəli, işartılar var idi və həmin vaxt hətta müxalifətdən olan bəzi dostlar belə hesab edirdilər ki, bu vəziyyəti biraz
vəziyyət biraz şişirdilir. Yəni Şimali Koreya adlandırılanda vəziyyət biraz şişirdilir. Amma son illərdə baş verən hadisələr doğrudan da göstərdi ki, Azərbaycanda totalitar bir rejim formalaşdırılır və qanun, konstitusiya bir tərəfə qoyulur. Faktiki olaraq biz Cumhuriyyət quruluşunun konstitusiyada təsbit olunmuş mühüm deməli təməl prinsiplərin itiririk və onun bir hissəsini itiririk. Bizim ölkəmizdə monarxiya, üsul idarəsinə bir ciddi cəhdlər var. Bu da yəni hakimiyyətin bir əldə, bir ailənin əlində toplanmasına gətirir, çıxarır. Repressiyalara gəldikdə bir daimi repressiyalar var və bu daimi repressiyaların başlıca hədəfi Azərbaycan Xalq Cəbhəsi partiyasıdır. Milli Şura yaranandan sonra o da bu siyahıya daxil edildi və 2013-cü ildən başlayaraq, yəni Milli Şura yaranandan bəri Azərbaycan hökumətinin repressiyalarının, təhdidlərinin başlıca hədəfi Milli Şura və Azərbaycan Xalq Cəbhəsi partiyası olmağa başladı. Bilirsiniz ki, Milli Şuranın rəhbərliyində təmsil olan və Milli Şura üzvlərinin bizim indi rayon strukturlarımız yoxdur. Amma bizim bəlli bir heyətimiz var, üzvlərimiz var. 13-cü ildən sonra onların xeyli bir hissəsi həbsxanalarda yatmalı oldu. Məsələn, Leyla xanım. Xalq Cəbhəsi partiyasına gəldikdə isə əlbəttə bu Azərbaycanda real, gerçək müxalifət funksiyasını yerinə yetirən başlıca siyasi partiyadır, başlıca müxalifət siyasi qüvvədir və bunu deməli partiya məqsədli olaraq dönməz şəkildə bu günləri siyasi mübarizənin mərkəzindədir və Azərbaycanda müxalifət adına edilə biləcək bir şeylər Azərbaycan Xalq Cəbhəsi partiyasının adı ilə bağlıdır. Bu siyasi aksiyaların təşkil olunması və hakimiyyətin yaratma siyasətinin tənqid edilməsi. Onun müqavimətə qarşı müqavimət. Bəli, o xalqın dirənişinin, müqavimətinin təşkil olunması Azərbaycan Xalq Cəbhəsi partiyasının başlıca deməli mübarizə metodlarından biri olduğu üçün hakimiyyətin başlıca hədəfi Azərbaycan Xalq Cəbhəsi partiyasıdır və bu partiyanın rəhbərliyində Əli Kərimlinin demək olar ki, bütün müavinləri həbs olundu. Partiyanın rəhbərliyində təmsil olunan, yəni rəyasət heyətində təmsil olunan şəxslərin yarıya qədəri bu günləri həbsdədir və bunların içərisində Fuad Qəhrəmanlı, indi yeni əlavə olundu, Gözəl xanım, Seymur Həzi, Məmməd İbrahim, Asif Yusufli. Yəni bu silsilə kifayət qədər böyükdür və ən diqqəti cəlb edən məsələ bundan ibarətdir ki, bunların hamısı saxta ittihamlarla tutulur. Yəni mən bu adamların hamısının istisnası olaraq məhkəmə prosesində iştirak eləmişəm və o işlərin saxta olduğunu müəyyən etmək üçün hüquqşünas hakim olmağa ehtiyac yoxdur. Fakt göz qabağındadır. Hamısı qurama işlərdir və təxribatdır, şantajdır. Belə bir şəraitdə bu deməli insanlar həbs ediliblər. Bu bir siyasi partiyanın təqib olunmasıdır. Eyni zamanda dövlətin resurslarından hakimiyyətin öz oponentlərini sıradan çıxartmaq vasitəsidir və bu konstitusiya ilə qadağan olunan bir əməldir. Faktiki olaraq dövlətin resurslarının İlham Əliyev hakimiyyəti öz maraqlarına uyğun olaraq istifadə edilir və bir qayda olaraq son illərdə Azərbaycanda hansısa günahın olub-olmamağına görə insanları tutmurlar, göstərişlə tuturlar. Yəni, kimi göstərirlər, onu da tuturlar. Məsələn, bu Milli Təhlükəsizlik Nazirliyi və rabitə işi ilə bağlı maraqlı məqamlar meydana çıxdı. Adam özü yazılı ifadə verir ki, mən nazir mavini kimi hər ay 30.000 manat paket almışam.
İndi bu paket deyəndə biraz bu mədəni çıxır, amma bu korrupsiya puludur da, bu rüşvətdir, bu qeyri-qanuni puldur. Deməli, belə bir ifadə verən istintaq orqanlarına, prokurorluq orqanlarına, belə bir ifadə verən adam hələ də nazir müavini kimi işləyir. Amma Gözəl Bayramlının çantasına deməli, pula atılır, tutulur. Və Gözəl Bayramlı ilə bağlı məsələ mənə elə gəlir ki, bir qədər bu geniş bir məsələdir və burada tək Gözəl Bayramlıdan söhbət edə bilməz. Bu dairə daha genişdir və bura biraz əvvəl adını çəkdiyin müəmmalı şəkildə intihar edən Mehman Qələndərov da bura daxildir. Burada şübhəli ittihamla müvəqqəti həbsdə saxlanan professor Fərman Ceylanlı da bura daxildir. Gözəl Bayramlı və Əfqan Muxtarlı da bu eyni iş üzrə gedir. Bu bilirsiniz, Azərbaycan hakimiyyəti xalq cəbhəsinə və milli şuriyə qarşı hansısa böyük bir sensasyon bir iş hazırlamaqdan ötürü bütün qanunsuzluqlara gedirlər, bütün hədləri aşırlar və istənilən avanturiya gedirlər. Bax, diqqət yetirin Nardaran işi. 6 nəfərin həyatı bahasına başa gələn bu Nardaran işinin başlıca hədəfi ondan ibarət idi ki, Azərbaycan Xalq Cəbhəsini və Milli Şuranı bu işə qatsınlar və güya bu təşkilatların, o cümlədən Əli Kərimlinin və mənim göstərişimlə dövlət çevrilişinə hazırlıq getdiyin deməli, təsdiq edən ifadələr alsınlar və bizi məhkəmədə faş oldu, sadəcə olaraq insanlar Azərbaycan hüquq mühafizə orqanlarının düşündüyündən daha möhkəm çıxdı. Ya, məsələn, bundan biraz sonra, yəni Nardaran avanturası iflasa oxuyandan sonra, bəli, Türkiyədə Gülən hadisəsi baş verdi və hamı gözləyirdi ki, bu Gülən hadisəsindən sonra bilavasitə hakimiyyətdə təmsil olunan Gülənçilər təmizlənəcək. Onlar cəzalanacaq. Azərbaycanın maraqlarının dini bir təməyyülə qurban verənlər cəzalarını alacaqlar və bu məqsədlə yenə də hədəf kimi Azərbaycan Xalq Cəbhəsini götürdülər və hansı ki, ümumiyyətlə Azərbaycan Xalq Cəbhəsinin Gülən hərəkatına hansısa mənada bir dəxli yoxdur. Burada Gülən məktəbləri fəaliyyət göstərib, bəli, ona hakimiyyət icazə verib. Gülən Universiteti fəaliyyət göstərib, hakimiyyət ona 20.000 hektar torpaq ayırıb. Halbuki Azərbaycanın özünün qalan bütün universitetlərinin birlikdə ərazisi 20.000 hektar deyil. Yalnız bir universitetə 20.000 hektar torpaq ayırmışdılar. Bu hakimiyyətin qərarı ilə olmuşdu və bəlli dövlət qurumlarında Gülənçilər təmsil olunur. Və bu qaldı bir tərəfə, tez başladılar Azərbaycan Xalq Cəbhəsinin daxilində Gülənçi axtarmağa və bu o qədər absurd idi ki, baş prokurorun əmisinin ön söz yazdığı, redaktor etdiyi Fəthullah Gülənin kitabların Faiq Əmirlinin maşınına yerləşdirib, üç yerinə yerləşdirib, deməli, bu saxtakarlıq zəminində bunu həbs elədilər və bu fakt, burada heç kəsin diqqət eləmədiyi bir məqam var. Bu fakt onu göstərdi ki, bunlar kitab da oxumurlar. Yəni, kitab oxusaydılar, görərdilər ki, onun redaktoru kimdir? Bunun redaktoru, ön sözün müəllifi kimdir? Professor Zahid Qaralov, deməli, bunu yazmışdı və indi, deməli, diqqət yetirin, faiqdən nəyin hesabını sorurlar? Kimsə 10 manat elan verilib qəzetdə və bunun vergisi ödənilib ya ödənilməyib. O biri tərəfdən, hakim zümrəyə məxsus bir şirkət yalnız bir təqvim ilində 1 milyard avro ölkədən vəsait çıxardı və 1 milyard avro vəsait çıxardan şirkət vergi ödəmə qabiliyyətini itirdiyi üçün güya 31 milyon vergi ödəməsindən də azad edilib. Və bu boyda fakt qalır burada, açıq. Azadlıq qəzetində verilmiş ölü elanlarının
izinə düşürlər və burada kriminal axtarır. Əlbəttə, biz bir məsələyə aydınlıq gətirməliyik. Əgər Azərbaycanın cəza çəkmə müəssisələrində məhbusun özünü asma mexanizmi varsa, bu mexanizm niyə aradan qaldırılır? Məsələn, izah eləməyə çalışırlar ki, bunu pəncərədən, deməli, pəncərənin çərçivəsinə mələfə bağlayıb, neyniyib? Bilirsiniz, psixoloji cəhətdən insanın instinktiv olaraq özünü qoruma, deməli, bir xüsusiyyəti var, psixoloji bir halı var. Bu, asma prosesi belədir ki, onun əli və ayağı, bədəni bir yerə dəyməməlidir. Bu, hansı formada pəncərənin çərçivəsindən özünü assa, o divara söykənmiş olacaq. Yəni, bu istisnalıq təşkil edir. Sadəcə olaraq, istintaq orqanları, insanların törətmədiyi əməlləri döyüb onun boynuna qoymaq və eyni zamanda təsdiqləyici ifadələr almaq istəyirlər. İndi 21-ci əsrdə belə işgəncə aparatı yaratmaq, belə işgəncə mexanizmi yaratmaq, belə orta əsr işgəncə metodlarını tətbiq etmək bütövlükdə Azərbaycanın adına, onun Azərbaycan Respublikası embleminə böyük həqarətdir. Və biz Nardaran məhkəməsində gördük ki, insanlar hansı formada işgəncələrə məruz qalıblar. Və son hadisələrdə əlbəttə Mehman Qələndərli həmin işgəncələrin qurbanı oldu. Və çox ehtimal ki, bu Gürcüstan əməliyyatının birinci istintaqa cəlb olunanı Mehman Qələndərli idi və o da bir müddət Gürcüstanda yaşamışdı, sığınacaq almaq istəyirdi və Gürcüstandan dönəndən sonra həbs edilmişdi və yəqin ki, ondan müəyyən təsdiqləyici ifadələr almaq istəyirdilər və bu müstəvidə olan işgəncələr onun həyatının itirməsi ilə nəticələndi. Və nəyə sözümü gətirib çıxartmaq istəyirəm? Mən elə bilirəm ki, Nardaran hadisələrindən sonra, Gülən avanturası da iflasa uğradıqdan sonra bu Gürcüstan əməliyyatı, yəni həm Fərman Ceyranlının həbsi, həm Gözəl xanımın çantasına pul atılması, jurnalist Əfqan Muxtarlının uğurlanması, bunlar hamısı və yəqin ki, sonra da bəzi adlar olacaqdı və bu mexanizm elə qurulmalı idi ki, xaricdən maliyyələşən müxalifət ölkədə dövlət çevrilişi hazırlayır. Və bu, əgər xatırlayırsınızsa, Əfqan Muxtarlının həbsinin ilk günlərində Gürcüstan təhlükəsizlik orqanları bir bəyanat vermişdi. Bizdə olan məlumata görə Muxtarlı dəfələrlə dövlət sərhəddən pozmuş, qaçaqmalçılıqla məşğul olmuş və dəfələrlə Azərbaycan ərazisinə keçib, qayıtmış. Burada nəyi əsaslandırmaqdan söhbət gedirdi? Onu əsaslandırmaqdan söhbət gedirdi ki, güya Əfqan Muxtarlı gizli şəkildə sərhədi pozaraq pul keçirdi və indi o sərhəd bölgəsində də müxalifətə yaxın olan kimsəni tapmalıydılar. Vasitəçi kimi və döyüb onun boynuna, ya öz adamları kimi, onlara işləyən adam kimi, yaxud işgəncə vasitəsilə bunun boynuna qoymalıydılar ki, o pulları gətirib Əli Kərimliyə çatdırır. Və çox qəribədir ki, hər dəfə hakimiyyətin planı neysə pozur. Məsələn, Nardaran işində Hacı Talı və onun ətrafında olan insanlar kifayət qədər iradə nümayiş etdirdilər. Gülən avanturası o qədər gülbəli bir şey idi ki, yəni çiyinlərinin üzərində baş gəzdirən adamın belə başsız şeylərlə məşğul olmasına özləri də inanmırdılar. Adam heyrət edir məsələn belə şeylərə. Burada isə, məsələn, mən öz-özümə fikirləşirdim, məsələn, nə əcəb Gözəl xanımın çantasından narkotika atmayıblar və narkotika ilə tutmayıblar.
yaxud Əfqan bəy gətiriləndə elə sərhəd pozuculuğu onun həbsi üçün bəs idi də. Bəs pul niyə qoyuldu? Pul da ona görə qoyuldu ki, burada Azərbaycan müxalifətinin, konkret olaraq Azərbaycan Xalq Cəbhəsinin xaricdən maliyyələşməsi ilə bağlı böyük bir şou göstərsinlər və bu müstəvidə, yəni, məqsəd nədir? Gürcüstandan, İrandan, Rusiyadan, nə bilim, Xəzərdən, hansı tərəfdən gəlirsə gəlsin, bunlar bütün yolları Əli Kərimliyə istiqamətləndirirlər. Milli şuuriyə istiqamətləndirirlər. Ki, böyük bir, deməli, o 37-ci ildə işlər olur deyə, deməli, bütün ümumİttifaq miqyasında gedən işlərin hamısında çox ittihamlar var idi. Amma hamısı üçün xarakterik olan bir ittiham var idi. Stalinin həyatına qəsd etmək. Respublikada isə Bağırovun həyatına qəsd etmək. Yəni, o millətçi, təməyyülçü, sabotajçı, nə bilim, nə ola bilərdi. Amma eyni zamanda, deməli, Bağırovun həyatına qəsd etmək. Burada da bütün bunlar nə qururlar, nə düzürlər, nə qoşurlarsa, hamısında son hədəf Əli Kərimlidir. Nə üçün? 2018-ci ildə, qarşıdakı ildə prezident seçkiləri ilə bağlı məsələləri indidən həll etmək istəyirlər. Yəni, bu seçkilərdə müstəqil söz deyə biləcək, iradə qoya biləcək və xalqın etimadını qazana biləcək şəxslərdən söhbət gedirsə, yəni, 18-də olan mübarizəni bu gün aparırlar və hansı vasitələrlənsə buraxmasınlar. Gözəl xanımla bağlı bütün məsələlər buna hesablanır. Məsələn, tutalım, deyək ki, prokurorluq təntənəli şəkildə açıqlama verir, bəyanat verir ki, evində Gözəl xanımın axtarış aparılıb və onun Gürcüstandakı banklardan 100.000 rubl pul çıxartması haqqında qəbz var. Birinci, Azərbaycan qanunu heç bir vətəndaşa qadağan eləmir ki, hansısa xarici ölkədə bank hesabı açmasın. İkincisi, 100.000-in adı biraz böyükdür, amma 100.000 rubl nə qədərdir? 100.000 rubl 2015-ci ildə 1400 manat idi də. İndi ondan da azdır. İndi ondan da azdır. İndi nə puldur? O 100.000 rubl nə puldur ki, və onun ətrafında da hansısa bir qalmaqal orta statistik Azərbaycanlı üçün hesablanmış elə dumanlı informasiyalardır ki, adam çaşsın 100.000, siz demiş, biraz şişirdinlər onu. Can müəllim, demək, siz də dəfələrlə tövsiyə eləmişsiniz. Milli Şuranın fəaliyyəti, qoyub bizim tamaşaçılar da bilsin, tam şəffafdır. Yəni biz sivil, demokratik üsullarla mübarizəmizi qurmuşuq. Azərbaycan özümüz qazandığımız Azərbaycan dövlətçiliyi müqəddəs hesab edirik. Və heç bir qarşı durmayla, heç bir vətəndaş demək, qarşı durmasına yol verməməyi həmişə canım əlimdə tapşırıb, özümüzlə onu dərk edirik. Yəni, bu sivil mübarizəni, belə deyim, hakimiyyət orta statistik Azərbaycanlıya nəysə bir dumanlı şəkildə, qorxulu şəkildə çatdırmaq cəhdləri hamısı puç olub indiyənə qədər və mənə elə gəlir bundan sonra da puç olacaq. Təşəkkür ederim. Təşəkkür ederim, bugün iştirak edədiyiniz. Sağ olun. Sağ olun.